Qurtardı day. Sönürcü Sellebin gitti mən düşü qurtar. Bu düz deyir də, bu belədir belə. Nə alır? Kök. Ver mənə geyim. Saçın zaten düzəldirsə geyinin Bak paltarı. ben gibi de görsen gibi. Bir uzak koyaq. Hara qoyum Pərvin? Bir o tərəfə. O tərəfə. Ay, bacı, Allah qatmış idi ki, o Şimdi bu boyda çıxılırsa kvadratda abanım. Bir kvadratda abanım. Bir tərəfdə telefonu qoymuşam. Ay nəysə, qoyub al yan. Allah punç qoxşuyuruq. Nə çəkməyim? Duduk çox çəkmişdi. Gözəllik vlog qurban tələb edir. Hazır qurban. Hazırsan başlayaq. Bu qurban. Sen can kəsi belə bak. Bir Nə kəsim, qəbər kəsim. Aslında ses zarafatlarında. Görmüyorsun sen bu yüzümü. Hansı üzümü, bu üzümü, bu üzümü. Doktor bak bir duranda bir geçecek. Sən Ama bir durana bak. Aç bir böyle. Saçını bir çıkart. Sualları sen oku, ben arada sen suallarına cevap veririm. Arada bir. Belə değil. Minnətlə bax. Çok yakın. Bir uzağa koyacak ne olacak? Üçüncü öyle şekil benim ağrı çok bilmir. Все. Başlayaq. Evet. Hər kəsə salam qızlar. Gəldik suallarınızı cevaplamağa. Bayaq canlıya girdim. Canlıda bir sualdan başqa demək olar ki, bir dənə başqa fərqli bir sual vermədiniz. İndi keçirəm. İnşallah yorumlarda fərqli suallar. Eyni sualları cevaplamayacağım. Fərqli olan bütün sualları cevaplayacağım. Ve en sonunda da iki tane galibimizi seçeceğim. En sonda da bəli 2 dənə qalib var ki, onların adını açıqlayacağım. Giririk kanalımıza qızlar. Baxın kanalımızdan oxuyacağım bütün sualları. Deyim lap əvvəldən olan bütün sualları çalışacağım ki oxuyum. Yazılan rəyləri də, sualları da hamısını qatacağım, bir-birinə oxuyacağım ki maraqlı olsun. Burada xanımın biri yazıb ki, məhsullar çox gözəldir. Çox sağ olun əzizim Nərmin. J1C adı belədir. Sizi çox sevirəm. Biz də sizləri çox sevirik. Həqiqətən də supersiz, super olan sizlərsiniz qızlar. Ümumiyyətlə burada nə qədər ki müsbət rəy yazan var. Hər birinə təşəkkür edirəm, öpürəm, bağrıma basıram. Bir xanım yazıb ki, Şirvana çatdırılma var. Bizdə qızlar ümumiyyətlə Azərbaycanın bütün bölgələrinə, yəni xəritənin harasına istəsəz ora çatdırılma var. Hətta və hətta Rusiya olsun, Gürcüstan olsun, hər birinə çatdırılma var. Düzdür, kargo dönüşü biraz artıq olur normal olaraq, amma var çatdırılma. Pəmbə nəyin? Pəmbə telin şəklini paylaşın. Pəmbə telin qızlar videosu burada da var ilk vlogumuzda. Baxın bu vlogumuzda. Var belə zərli. Baxın ilk vlogumuzda, Saadət olan bu vlogda həmən teni göstəribdi Saadət. Belə səhifəmizdə, Instagram səhifəmizdə şəkli də var. Yaxından da kim görmək istəyirsə yazın mənə. WhatsAppda atın. Bir üstün aldığımız. Daha sonra baxın burada Saadətin kanalına gəlirəm. Sizi çox sevirəm. Mən də sizi çox sevirəm qızlar. Xeyirli uğurlu olsun. Çox sağ olun qızlar. Olsun. Çünki elə gəlməmişdir. Yazmışsınız ki bol-bol vloglar gəlsiz, əlasız. Bol-bol vlog gəlmək üçün qızlar bizi həvəsləndirməlisiniz. Çünki mən ilk vlogumda da qeyd etmişdim ki, mənim işim onlayn satışdır. Tək bu səhifə deyil, game səhifəsi də var. 2 dənə balaca uşağım var. Ona görə mənim üçün çətin olub bunu çəkmək. Amma həvəsləndirsəz təbii ki çəkərəm. Bir nəfər yazır ki, bu qızın səsi niyə vıcıq-vıcıq çıxır? Orada qız bilmirəm məni deyir, yoxsa Saadəti deyir. Çünki ikimiz də danışmışıq. Amma bacı bilmirəm hansımızı deyirsənsə, orada belə deyim, o qədər keyfimiz köküydü ki, vıcıq-vıcıq ola bilər yəni. Mutluluqdan hepsi çox ürəyimə salmam. Burada yazmışsınız ki 35 manatlıq olan pomadanın nömrəsi neçədir? 100 nömrə idi qızlar o pomada. Saadətin pomadasının nömrəsi 100 nömrədir. Qızlar Tananli kremin nömrəsini soruşmuşsunuz burada. Tananli krem 3 rəngdən ibarətdir. Lap açıq, orta, bir də lap tünd. Tananli qiymətini soruşmuşsunuz 19 manatdır. Bir yazıb bacı sən satırsan bunları. Bəli xanımlar bizdə satışdadır. Lola kosmetik səhifəsi satış səhifəmizin adıdır. Bir yazıb ki sizi bacım oxşadıram. Mən də elə sizin bir bacınız. Ümumiyyətlə sən çox oxşadılar. Hara gitsen Leylan kiməsə oxşadılar. Axırda bu oxşatma söhbətinə başım oynatır. Hara getdi, harada olduq, çox adam deyir ki, sizi bir adam oxşadır, ya bir yaxınıma. Bir nəfər yazıb ki, pul olsa hər yer doludur kosmetika. Əsas pul olsun. İlk öncə Allah hamımıza bol-bol ruzi versin. İstədiyiniz yerdən də istədiyiniz məhsulu alın. Hər yer kosmetika dolu ola bilər qızlar. Amma hər yerdə keyfiyyətli kosmetika olmur. Bunu deyim. Dünən Instagram səhifəmizdə bir video paylaşmışdım. Şıqlım. Başqa bir həmkarımın videosuydu o video. Bu şıqlaman setləri ilə bağlı idi. Advent kalendarları ilə bağlı idi. Bilirsiniz ki, indi səhifələr onu gətirib hələ bir ağzına gələn qiymətə qoyubdu onu. Bizdə belə əldə yoxdur. Sifarişlə gətiririk, amma əldə yoxdur kalendarlar. Gətirdilər onu, qəşəng orijinal adı ilə də millətə satdılar. Heç kimin heç ruhu da duymadı. Amma heç kimin tənqid və cələmətdə. Son bir neçə gündə aşkar olundu ki, o əslində saxtaymış. Mən onsuz da bilirəm saxtadır. Mən bu sferanın içərisindəyəm. Kim harda nə eləyir, harda nə istehsal olunur, mal hardan hara gəlir, nə cür. Onun hamısını mən gözəl bilirəm. Çünki dediyim kimi bu işin içərisindəyəm.
Yəni elə gözləmədiyi şəxslər, elə tanınmış adlar saxta kosmetika satır ki, onlar aşkarlansa, yəni yer-yerindən oynayar. Sadəcə yəni biz buna ehtiyac duymuruq. Allah hər kəsin öz ruhu üçün özünə bilsin. Hər kəs öz vicdanı ilə satır. Demək istədiyim odur ki, kosmetika hər yerdə dolu ola bilər, amma hər yerdə keyfiyyətli kosmetika yoxdur. Bu kəlməzlə razılaşmıram, bəli. O tamamilə heç özü istifadə etmir, amma makyaj videolarında o tamamilə heç özün istifadə etmirsən, amma makyaj videolarında görmüşük. Bu necə olur? Biyolisin analizini deyirsiniz. Necə görmüsünüz ki, bəs istifadə etmirsə, necə görmüsünüz makyaj videolarında? Çox maraqlıdır. Neysə. Yazıb ki, bacı sizi izləyirəm, bəyənirəm, bilmədiyim üçün soruşuram. Bacınız ailəlidirmi və sizinlə qalırmı? Bacım ailəli deyil, subaydır. Hə, bizimlə bir yerdədir. Demək olar ki, mən hər şeyi ailəmin içini tam detayına qədər açıqlamağı sevən biri deyiləm, qızlar. O şeyləri sevmirəm. Rəbbim sizi qorusun. Allah hamımızı qorusun, qızlar. Çox sağ olun. Geyimləri yaxından göstərin. WhatsAppda gördüm dollar çantanı. Qızlar, belə deyim də, geyimləri yaxından çəkməyim üçün asılqan almalıyam. Əslində asılqanım var idi, sındı. İndi yeni bir asılqan alacağım. Gətirib inşallah bir gün geyimləri sizlər üçün vlog şəklində çəkərəm, baxarsınız. Amma belə geyimlərə baxmaq istəyirsinizsə, mənə WhatsAppda yazın, nömrəm YouTube'da var. Yazın, nömrənizi qayd edeyim. Orada hər gün storylərimə baxın. Qışqırtma videosu gəlsin. Qışqırtma videoları tam mənlik deyil deyə qızlar. Ona görə bilmirəm. Bəlkə gələcəkdə. Yəni qışqırtma etməyə bacarmıram. Qışqırtma olunmağını da sevmirəm. Çox əsəbləşirəm kimsə mənə qışqırtma eləyəndə. Mən də eləsəm əsəbləşirəm. Qətiyyən. Maraqlı olar, mən eləsəm neyin yerim elə? Yara bədən spreyinin qiymətini deyərsiniz, zəhmət olmasa. Yara bədən spreyi qızlar. Hansını deyirsiniz bilmədim. Şəkilini atarsınız, zəhmət olmasa. Zavur Novruzov adında bir xanım yazıb. Yəqin ki, yoldaşının adıdır. Zara bədən spreyi, Zara neymiş? Yara bədən spreyini yazmışsınız. Pərvin elə bilirdim baldızındır. Nə? Tövbələr olsun. Baldız sifəti var az bunda. Belə baldız olur. Mən bilmirəm, nə salınır. Digər vlog məndən gələ bilər, qısa mən çəkə bilərəm. Ağcabədiyə çatdırılma var yazmışsınız. Ağcabədiyə qurban olaram. Ağcabədi mənim öz torpağımdır, yerimdir, yurdumdur. Ağcabədiyəm mən qızlar, niyə yoxdur? Azərbaycanın hər yerinə var çatdırılma. Xeyirli uğurlu olsun bacım, mən səni çox sevirəm, əsil dostsan. Hər zaman Saadət bacımın yanında ol, onu tək qoyma. Qızlar, mən Saadətin yanında nə kimsə yazır deyə, nə kimsə deyir deyə, nə kiməsə xoş getsin, nə kiməsə qıcıq getsin. Yəni bu şeylərə görə mən onun yanında deyiləm. Saadətlə biz bir-birimizi sosial üçün tanımamışıq. Ona həmişə deyirəm, bizi lap əvvəldən izləyən xanımlar bilər ki, yəni biz bir-birimizi sosial üçün tanımamışıq. Hətta Saadətlə bizim aramızda 2 il bir küslülük devri də olub ki, 2 il bir-birimizdən küsmüşük, danışmamışıq, əlaqəmiz olmayıbdı. Düzü ürəyimiz partlayırdı bir-birimizdən ötürü o sözsüz. O iki belə deyim, sevgili bir-birindən küsəndə gic-gicinə eləyirsə, hamısına eləyirdik. O mənə, mən ona. Amma yəni küslü olduğumuz vaxtda da heç vaxt bir-birimizin arxasından nə vurmamışıq, nə də iş çevirməmişik. Ona görə də elə barışanda bildik ki, biz həqiqətən də əsl dostuq. Nə Saadətin mənə o devirdə bölüşdüyü hər hansı bir sirrini, həmən küslülük devrində Saadət kimdənsə eşitmədi, həmən devirdəki Leylonu hardasa deyib falan filan. Nə də mən eşitmədim. Ona görə də yəni bizim dostluğumuz nə nəyləsə müqayisə olunmur, nə nəyləsə ölçülmür. Yəni biz dalaşa da bilərik, barışa da bilərik, küsə da bilərik, inciyə də bilərik. İki doğma necədirsə elə. Amma əsas odur ki, o məsələni biz aramızda həll edirik. Ona heç vaxt üçüncü bir şəxs daxil olmur. Özə yadınızda saxlayın qızlar. Doğma bildiyimiz insanlarla daha pis dalaşırıq dalaşanda. Nəinki yadlarına. Yadlar vecimiz olmur deyir, yaş neyin eləsin. Uman yerdən küsəldir. Uman yerdən küsəldir. İnsan doğma bildiyi insandan tez küsürəmişəm. Belə videolar gəlsin, makyaj videoları da gəlsin. Makyaj videoları gələcək qızlar. Birini çəkmişəm, ad gününə gedirdik, qəşəng oturduq. O vlogumuz durur, girib baxa da bilərsiniz. İnşallah növbəti günlərdə də düşünürəm ki, maraqlı makyaj videoları çəkəcəm. Hətta düşünürəm ki, gedim professional make-up öyrənim sizlər üçün, maraqlı videolar çəkmək üçün. Xaçmaza çatdırılma, hər yerə olur çatdırılma qızlar. Ürəyiniz hara istəyirsə. Paltarları necə görə bilərəm. Başqa sosial mediam yoxdur. Yazın mənə WhatsAppda, qayd edeyim adınızı, nömrənizi, girin orada statuslarda baxın. Burada nə qədər xoş sözlər yazmışsınız qızlar. Çox sağ olun. Həqiqətən də yaxşı ki varsınız. Yaxşı ki sizləri qazanırıq. Pərvin mənim bacımdır, burada soruşmuşsunuz. Gün ərzində nə edirsiniz? Evdə, ambarda bir günümüz necə keçir? O haqda vlog çəkərsiniz. O haqda da qızlar, axırıncı vlogumuz demək olar ki, elə vlogdur. Həm ambarda çəkmişik, həm getmişik Məryəmi hazırlıqdan gətirmişik. Həm o arada gəlmişik, yeməyə hazırlamışıq. Tembolda mama burada, qaynanan burada yox idi, rayondaydılar. Yəni iş demək olar ki, bizim öhdəliyimizə qalmışdı. Pərvin xanım burada deyir, yeni başlayanlar üçün çəkilən videolar. Mən sənə deyirəm, yadında saxla, üstümdə dur çəkim olar. O şeydə Pərvin məsuliyyətlidir qızlar, məndən daha məsuliyyətlidir. Deyir, yeni başlayanlar üçün minimalist makyaj çantası.
mütləq lazım olan 5-7 məhsul göstərin. Hansı ki, yeni başlayan xanımlar üçün həm büdcəsi münasib olsun, həm də keyfiyyəti yaxşı olsun. Özüm deyir, tələbəyəm, deyir, mənim büdcəmə uyğun olsun. Hazırlayın. Ambardan məhsullar çəkin, hədiyyəli bağlamaların üsullarını çəkin. O hədiyyəlik bağlamaları Pərvin hazırlayır. İnşallah bir gün çəkərəm, baxarsınız. Ambardan da məhsullar videosunu artıq çəkmişəm. Kanalımızda da keçid edib baxa bilərsiniz. Üzdə problem olan dərilər üçün məsləhət olan videolar gəlsin. Aknelərə, pirşiklərə nə etmək lazımdır? Bunların hamısını fikirləşmiş, eləyəcək onunla bağlı. Narahat olmayın. Onunla da bağlı uzun uzadı bir vlog çəkəcəm sizlər. Çünki həm pulla satın ala biləcəyiniz məhsulları nələr ala bilərsiniz, həm də əgər büdcəviz çatmırsa ev şəraitində nələr eləyə bilərsiniz. Az ki özümüz eləmişik onları. Eləmişiklər. Yoldaşınızla necə tanış olub ailə qurmuşsunuz? Onu çəkib paylaşsanız maraqlı olar. Özəl deyilsə qızlar, yoldaşımın YouTube'dur, sosialdır. Yəni bu şeylərə heç qatmıram. Sosial biri də deyil. Sadətin vloglarından əgər görmüsünüzsə, yəni orada belə videoya düşəndə belə çəkinə-çəkinə qalır. İstəmir ki, videolarda görünsün. Yəni o sosial biri deyil ümumiyyətlə. Tanışlığımız da ki normal, dədə-baba üsulu. Sevgi mevgi boş şeydir, başını bırakın gitsin. Yoxdur. Hər gün vlog atın, bizə dəstək olaq. İnşallah çalışacağım. Amma dəstək olmasaz küsəcəm. Makyaj videoları gəlsin. 100%. WhatsAppda paylaşımlar olur qızlar. Bayaqdan onu deyirəm. Nömrəmiz var YouTube'da. Yazın mənə. Nömrəmizi yaddaşa salın, statuslara baxın. Bunları like etdiklərimi, like etməyi unutduqlarımı da bu arada like eləyəcəm. Lola Cosmetics'dir. Bu bəli qızlar. Lola Cosmetics'dir. Pərvin xanım sizin nəyinizdə? Xoşum gəlir bu xanımdan. Mədəni xanım da elə sizdə. Çox sağ olun qızlar. Bacım da Pərvin xanım. Sumqayıta çatdırılma varmı? Bəli, var. Vloglarınız superdir. Çox sağ olun qızlar. Burada xanımın biri yazıb 7.37. Bu sevgililər günü çəkilən vlogdur. 7.37-də də mən o qiymətlərlə bağlı danışmışam. Xanım yazıb ki, məncə də mənasızdır. Bəli qızlar, sevgililər günü şişirdilmiş restoran qiymətləri, şişirdilmiş şarların qiymətləri məncə də mənasızdır. Yəni nəyə lazımdır? Oy, sadədə bax, qurban olaram buna yazıb bacıma, maşallah. Yılı xanım çox gözəl. Xanım da saadətlə dostluğu daim olsun inşallah qızlar. Allah bizi şər mərdimazar insanlardan uzaq eləsin. Mənim özümə qalsa, mən heç vaxt belə deyim. Demək olar ki, kimdənsə dalaşan biri deyiləm. Nə ola ki, nə bir problem, böyük bir qlobal bir şey ola ki, bir nəsə şəxsiyyətimə toxunan nəsə olanda o şeydən keçə bilmirəm heç vaxt. Bir xəyanətdən keçə bilmirəm. Fərqi yoxdur. Bu dost ola bilər, nə bilim, yaxınım da ola bilər, doğmam da ola bilər, əzizim də ola bilər. Bacı, qardaş, yəni fərqi yoxdur mənim üçün. Mən xəyanətdən keçmirəm, keçə bilmirəm. Bağışlaya bilərəm bəlkə də, amma o kin qəlbimdə qalır. Yəni məsafəni qoyuram da, onu demək istəyirəm. Düşmən olmuram, amma məsafə qoyuram. Biri yazıb ki, xeyirli olsun kanalınız, amma mənə sizin Instagramınız lazımdır. Məhsulları görmək üçün deyirsinizsə qızlar, bax göstərirəm buradan. Baxın, Instagram səhifəmiz budur. Altdan xət, Lola, xət. Xət, Lola, xət Cosmetics. Yəni Lola yazan kimi onsuz 3 səhifəmin üçü də orada çıxır. Şəxsi səhifəm. Baxın qızlar, bizim səhifə bu üçüdür. Bu üçündən başqa hansı Lola çıxsa bilin ki, bizə aid deyil, onu da göstər. Baxın, bu kosmetik səhifəmdir. Screen elin götürün. Bu mənim geyim səhifəmdir. Baxın. Bu isə mənim şəxsi səhifəmdir. Hansı ki, burada gündəlik şəxsi paylaşımlarımı edirəm. Baxın bu. Lola Abbasova. Qalan heç biri mənə aid deyil. Makyaj masası vlogu gəlsin. O inanın ki, son vaxtlar ağlımda olan bir vlogdur. Çox yaxında gələcək. İnşallah. Paltarlarımı paylaş. Uy bacı. Öz paltarları deyil. O da böyle 3 gün vlog çəkək qızlar. Bir 2 saat yarımlıq gələk vlog olsun. Yəni xahiş edirəm diblə onu tökmək. Bir. Mən paltar hədsiz sevən biriyəm qızlar. Demirəm çox alanam, çox almıram. Yəni alıram, yersiz almıram. Amma belə deyim də tez sıxılıram. Elə bir xasiyyətim var ki, tez sıxılıram. Bəzən elə olur ki, gözümdən də düşə bilir ən sevdiyim bir şey. Elə bir qəribə xasiyyətim var ki, ən sevdiyi bir şey sevərək alıram. Sonra anidən nə olursa, ya bilmirəm, bəlkə də ola bilər həmən geyimi dəxilsiz bir insan əynində görürəm, elə olur. Yəni onu o baxımdan demirəm, kimsə məndən əksikdir, mən kimdənsə artığam, yox. O baxımdan yox, sadəcə günümüzdə o qədər, belə deyim, iyrəncləşən insanlar var ki, hal-hazırda onları hər kəs belə dəyərli bir daş kimi gündəmdə saxlayır. Hara baxırsan onları görürsün, artıq o qadınlardan insan iyrənir. Ona görə ola bilər ki, bəzi geyimlər olur ki, elə xanımların əynində görəndə gözümdən düşür.
Geymirəm ondan sonra. Pərvin xanım, Allah bəxtini gözəl eləsin. Pərvin xanım 62 kilograma oxşamır, çox kiloya oxşuyur. Qızlar, qoy sizə belə deyim. Ekran elədi ki, insanı olduğundan rahat 4-5 kilogram artıq göstərir. Bax, mən özüm də dolu xanımam. Demirəm, arığam, arıq deyiləm. Amma realda məni kim görürsə, real həyatda deyir ki, sən kameradakindən qat-qat arıqsan. Amma məsələn, kamerada elə neynəsəm də alınmır da, yəni elə düşmürəm, arıq düşmürəm. Hətta və hətta Saadətin ən arıq olan vaxtlarında belə yazıq Saadətə yazırdılar ki, yalan danışma, sən haran 55 kilodur, sən filan kilosan, amma valla həqiqətən də Saadət yəni bir ara bir dəri bir indi hamiləlik devrindədir deyə də biraz məsəl üçün kilo alıbdı. Amma bir ara bir dəri bir sümük qalmışdı. Yəni bu hissəsini, sümüklərisinə, körpücüklərinə qədər görünürdü. Amma yenə də ekran qarşısında çoxsa deyir ki, çox kök görünürsən. Canlı açın qızlar, canlını açıram bu aralar. Eyni sualları verirsiniz deyə tez bağladım. Arıqladıcı kofenin şəklini göstərin. Aha. Arıqladıcı kofenin qızlar əslində səhifəmdə dünən paylaşmışdım. Ən gözəl elə mən vlogda burada şəklini yerləşdirərəm. Hətta səhifənin belə şəklini burada vlogda yerləşdirəcəm. Baxın, keçid eləyin, istəsəz sifariş eləyin. Möhtəşəm bir kofedir. Qoy ümumi belə haqqında danışım qızlar. Baxın, Pərvin 69 kilogram idi. 69 kiloqramdan 62 kiloqrama qədər Pərvini saldı. Hətta əvvəl və sonra şəklində buradan yerləşdirərəm, baxarsınız. Hal-hazırda mən özümdə o kofeni içirəm, bilmirəm, üzümdən hiss edirsiniz, eləmişsiniz. Girin bir dənə ilk vloguma da. Hiss olunmur. Yox, məncə nə qədər də olmasa hiss olunur. Girin ilk vloga da baxın, bax bu indiki vloga da baxın. Məncə isə makyajlı belə üzüm, yəni köklüdür də, kökəlmişdim. Amma indi sıfır makyajdayam, sıfır filtrsiz kameranın önündəyəm. Yəni məncə hiss olunur. Hiss olunur deyəndə çəki onsuz da tərəzidə dəyişibdir. Rahat 4 kiloqram atmışam artıq ona başlayandan. Belə bir şeydir qızlar. Qətiyyən sizi qoymur yemək yeyəsiz. Qətiyyən iştahınızı kəsir. Şirniyyat ürəyiniz istəmir. Gün ərzində diliniz. Bu dəqiqə dodaqlarım quruyubdur da. İstəyirəm ki, su içim. Su demişkən bacı, mənə su verin, nə olar? Qəşəng bir bakal ayala İraq olsun. Telefon buradan düşər. İraq olsun. Bir dənə özümə bu influencer işığından alsaydım yaxşı olardı. Hə. Demək istədiyim o ki, qızlar, gün ərzində bol-bol su içirsiniz, gün ərzində ancaq iştahınız olmur və çəkiniz yəni möhtəşəm bir şəkildə gedir. Bir də mən ananas sirkəsi də götürmüşəm qızlar. Elə həmən səhifədən almışam. Qiyməti də çox uyğun deyir. 35 manat idi. Hə, 35 manat idi qiymətdə. 2 şüşə aldım ki, mən birdən bitər, sonra qalmaz. Çox sevdim mən onu. Yəni möhtəşəm bir şeydir. Ananaslı sirkəsi qızlar, Türk influencerlərində görmüşdüm mən onları. Salatlarıma falan əlavə edirəm. Elə bir hər gün axşam yeməyi əvəzinə qəşəng bir belə bulub saat təxminən 7-8 arası axşam yeməyimi yeyirəm. Üstündən bir su içim, bir qurtum. Dodağım quruyur qızlar bu kofenin içəndə. Hə. Axşam yeməyi əvəzinə qızlar qəşəng bir dolu belə bulud düzəldirəm salat. Üzərinə də salatı nədən istəsəz düzəldə bilərsiniz. Mayonez olmasın da təbii ki. Üzərinə də bir yemək qaşığı həmin o ananas sirkəsini əlavə edirəm. Həm doyursuz, həm də o yediyiniz salat başlayır sizdə piy parçalamağa. Yəni yediniz axşam 8-dən. İndi haçan yatırsınız, yatın, səhərə qədər sizdə metabolizmanı işə salacaq və piylərinizi parçalayacaq. Yəni ikisi bir yerdə perfect, möhtəşəm qızlar. Şampun yəqin ki qızlar, burada zəncəfilli şampunu mən çəkmişəm, onu soruşursunuz. 25 manatadır. Onun qızlar orijinalları da olur ki, bizdəki orijinaldır. Yerli istehsalları da olur. Orijinalların üzərində o bir bizdədir, bir də şəhərdə bir dənə mağaza var ki, yalnız orada satışdadır. Orada da səhv etmirəmsə qiyməti 40-45 manat civarında olmalıdır. Üzərində onun belə peçat olur ki, o peçat, yəni sırf o hologramlı olanlar orijinal olur, yerdə qalanların hər biri yerli istehsaldır. Yerli istehsalın effekti haqqında heç bir məlumatım yoxdur. Yalandan cəmaatın malını ya pisləməyim, ya tərifləməyim, yəni məlumatım yoxdur. Bilmirəm necə effekt verir. Amma mən öz satdığıma cavabdehlik daşıyıram ki, saçı uzadırımız sürətli bir şəkildə uzadır. Yəni bəli, tökülməsini dayandırırmız, çox gözəl bir şəkildə dayandırır, yağlılığını aradan qaldırır. Yəni möhtəşəm bir şeydir və saçımız par-par yanır. Uzun videolar gəlsin, çalışaram qızlar, narahat olmayın. Pərvinin səhifəsi yoxdur qızlar. Elə bura bizim ikimizin səhifəmiz bilin. Yəni elədir. Bir yerdə çəkəcəyik hər şeyi. Bacımın adı nədir? Yadımdan çıxıb Pərvin. Əhmədlidə qalırsınız? Yox. Əhmədlidə qalmıram. Burada da keçəcək artıq. Təkrar vlogları. Keçək digərlərini oxuyaq. Partlayış olacaq ən sonuncu vlogdur. Təxmin eləyə bilirəm sualların çoxsu nədir. Makyajınız çox qəşəng oldu. Çox sağ olun qızlar. Kim olaraq etməmişəmsə üzürlü saysın. Saadət xanıma nə olub, paylaşımları ürək açan deyil. Qızlar, Saadət özü inşallah yaxın günlərdə inşallah bu dönəmi bir dənə keçək. Özü oturub sizə açıqlama verəcək inşallah.
Bir nəfər yazıb ki, bacı salonda kipriyin üstündən yığırlar. Siz kirpiyin altından yapışdırdınız. Yəqin o kiprik yığdığım videonu deyirsiniz can. Belə başa salım sizə. Salonlarda kirpiyin üstündən yığırlar. Elə ən pis olanı budur ki, kirpiyinizin birbaşa üzərinə yapışdırırlar o kirpikləri və o tökülməyə başlayanda, düşməyə başlayanda və yaxud da onu sökəndə birbaşa kirpiyinizlə bir yerdə, yəni garanti sökülür və kirpiniz kökündən çıxdığı üçün də Yolunur belə bir danışıq. keçəl qalırsınız da, bildiyiniz kirpiksiz qalırsınız. Bu isə qızlar kirpiyin videosunda var. Üstündən yox, baxın bu iç tərəfdən yığılır. Belə də göstərim, baxın kirpiklərim hamısı yerindədir. Bu iç tərəfdən yığılır. Və qətiyyən kley o qədər yumuşaqdır ki, heç bir şəkildə nə kirpiyinizi yolmur, nə gözünüzü zədələmir. Mən şəxsən kirpik yığıranda gözüm çıxıb qırmızı gəzirdim. Yəni bu məhsulu alandan, sifariş eləyəndən özümə canım qutarıb inanın. Nəmləndiricin adını deyərsin. Nəmləndiricin qızlar videoda çəkmişəm də, adı da düşüb orada. Pərvin sənin nəyindir? Bratım. Baldız gəlirsiz. Az bundan baldız olar. Bu sifətinə bax, belə baldız olur. Su içim onu istəmirsən. Vıcık vıcık, belki kız demiş. Vıcık vıcık baldız olur. Baldız olsaydı mən bu YouTube kanalıma oho, baldız olur. Balda çalınır. Elədir də qızlar bizdə. Düzdür. Belə deyim, insanlar sosialda bu, siz də məni bağışlayın ifadəmə görə, əxlaqsızlığı təbliğ edən heç kimi qınamırlar. Qınasalar belə o insanlar kəşfətdə olur. O insanlar tanınır, ön plana çəkilir. Herkes qınır ama onların Qınıya onların canlılarında bir belə deyim də 10 bin, 20 bin adam olur. Sırf həmən o insanlara. Halbuki belə sorsan deyər, yox mən ona baxmıram. O baxmır, bu baxmır. Bəs bunlara baxan bu 9 bin, 10 bin nəfər kimdir mən bilmirəm. Hamısı da yəni Azərbaycanlılardan söhbət gedir də. Amma belə bizim kimi sadə, adi belə bu tip kanal açanlara, nə bilim indi onlayn satış eləyirəm. Mən satışımla bağlı üzümü də paylaşıram. Bir məhsulu üzümdə də çəkib paylaşıram. İnanırsınız, yəni o yaşadığımız, istər doğulduğumuz, böyüdüyümüz rayon olsun, istər bu ətrafımızdakı bəzi ağzı göçəklər olsun, istər nə bilim bu geri fikirli insanlar olsun da onların əlindən təngə gəlmişik. O qədər şeylər danışırlar ki, elə bilirlər bilmirik, eşitmirik, nə görmürük. O şeylər danışılanda unudurlar ki, mən lolayam da, mənim ətrafım genişdir, gəlir hamısı mənə çatır. Amma onlar, o qınayanların hamısı var ha. Və həmən o əxlaqsızların canlısında yatanlar da inanın ki, kipriyi hardan almaq olar? Bizdən almaq olar. Əzizim, elə bizdə satışlarda biz gətiririk, biz satırıq. Kofenin qiyməti qızlar. Mən Pərvin ədədindən almışdım. 15 ədəd aldı əvvəl. Dedi yoxluyum. Yazığın əlindən də 3 ədədini alıb mən içmişdim hələ. 15 dənəsinə Pərvin 60 manat vermişdim. Mən amma kutu ilə götürdüm ki, bir dəfəlik qoy rahat olsun. Həm də pərişinə yarı-yarı bölüb içəri 120 manat aldım mən. İçərisinə də hələ qəşəng bir dənə bağırsaq boşaldıcı hədiyyə qoymuşlar. Çox qəşəng məhsul idi o da. Bütün ödəmləri atırdı. Sizi tanıdığım və çoxdan görmədiyim bir xanımı oxşatdım qızlar. Mən çox adam oxşadacaqsınız. Məni sadəcə bənzətdim. Məni realda görəndə, sosialda görəndə deyirsən kiməsə oxşadıram. Amma belə əslində mən 2020-yə qədər sosialda, yəni nə tanınan bir olmamışam. Nə TikTokum olmayıb. Belə ola bilər, məsələn, universitetdən tanıya bilərsiniz məni, ola bilər. Ağcabədliyəm, Ağcabəddən olan izləyicilərim varsa tanıya bilər məni. Çox mədəni xanımsız danışırsınız, heyranlıqla sizə baxıram. Çox sağ olun əzizim. Bütün xanımlar gözəldir. Bu xanım adına layiq olmayanları çıxmaq şərti ilə, Azərbaycanlı xanımların adına korlayanları çıxmaq şərti ilə, qalan bütün xanımlarımız hamısı gözəldir. Ağcabəddən izləyirəm, əcəb eləyirsən əzizim. Mən elə özüm də Ağcabədliyəm. Pərvin xanıma da bir Allah toy qismət eləsin. Hazırlaşın. Pərvin xanımın Subayların hamısına qismət İnşallah ki toyunda elə hazırlaşmayacağım. Mən bir həftə ondan qabaq hazırlaşacağım. Harda belə o şaxşahalı geyim var, onu götürəcəm. Məclisində Abart. Və deyir ki, qəşəbdən vlog çəkəcəm, hə? Başdan ayağa canlı açacağım. Kimsə də orada mənə desə ki, canlını bağlat, deyəcəm, şabaş ver bağlayın. Qəşəng məhsullara oxşuyur. Oxşamır, bəncə elə özüdür. Düz imandasınız. Saç uzadan şampun bayaq dedim 25 manatdır. Mənim bir ara qızar saçlarım, onu dayandırmışdım yumağa. Saçım dedim ki uzanmadı bacı. 3 gündən sonra nəticəsini gördük. Hə, uzandı. Hə qızlar. İlk gündən belə deyim, Canlılığı. saçınızın o yağlılığı varsa onu götürəcək, canlanacaq saçınız. Sonraki günlərdə artıq uzandığın gözünüzlə görəcəksiniz. Axşamınız xeyir, mən də almışam sizdən dollar geyimləri. Xalam deyir ki, and içə bilərsən ki, ərim məni dollar içində saxlayır. Hələ sən bizdən bacı o dollar pastelində al. And iç ki, pul üstündə yatmışam.
Allah haqqı. Son 3 adet qalıb o necə? Yəni şu limitliydi də 3 adet qalıb ondan. Kaşlokun alsa 100%. Kaşlokun alsaz o. Kızlar onların kaşlokunu alın da. Bahalı bir şey değil tanımsan. Yazıklar olsun sana. Tamam şunu öldürsən. Budur kızlar. Bak bu kişini mən tanıtmışam. Mənim şotuma keyf eləyir. Azərbaycanda keyf Azərbaycanda bu kişini də bu qız mindirib. Zarafatsız deyirəm ha qızlar. Azərbaycanda dolları trend eləyən İlk satış səhifəsi bizim səhifədir və trendi də şəxsən bu qız özü eləyibdir. İndi bilmirəm könlümə hardan gəlib düşüb, niyə eləmişəm, nə cür eləmişəm, amma eləmişəm. Zarafatsız qızlar, dəsəni bəyənmişəm. Bu dollar dəsəni də çox sevirəm, hələ də sevirəm və mənə görə bu dollarlı olan hər şey sizə pul enerjisini çəkir. Bu həqiqətən belədir. Bilmirəm qızlar, görmüsünüz, görməmsiniz. Bu Instagramlarda bir topa belə nə deyim olar, maşinliklər var. İnsanları ayıldıb bayıldanlar. 3 manatlıq kaşloku 500 manata satanlar. Ay içərisinə kod yazmışam. İçərisinə nə bilim nə enerji yükləmişəm. O enerjini elə bir telefonda bluetoothdur, nəsə elədi. Bu kaşlokdur da bunu necə sən yükləməyə bacarırsan, elə yüklə sənə gəlsin də cəmaata niyə satırsan ki onu? Elə yaxşı bir şeysə o enerjini boşa. Onların qızlar enerji dediyi şey elə də asan bir şey olmur. Yəni yüklədim, qutardı, getdi. O araşdırın, görün enerji nə deməkdir? Enerji vermək, enerji yükləmək nə deməkdir? Görəcəksiniz ki, o hər adamın bacara biləcəyi bir iş deyil və enerjidir. Mən indi buradan siz baxanda ola bilər ki, eləsi var ki, mənə baxar müsbət auralar, eləsi var ki, xoşuna gəlmərəm, mənfi. Enerji o deməkdir. Amma bu. Bunu belə qatlıya da bilərsiniz pul kimi. Bunu mən belə qatdaqlı vəziyyətdə harda çıxardım. Elə bilər ki, dollar paçkası çıxartmışam. Bu hissəsində, baxın bu hissələrdə qat qabıdır, içərisində pul qabıdır. 7 manatdır qızlar. Yəni belə bahalı bir şey deyil ki, deyəsiniz ki, Lola bunu satmaq üçün tərifləyir. Allahımıza and olsun, yox. Vallahi Allahımıza and olsun, yox. Satmaq üçün demirəm. Sadəcə bir dənə alın, yoxlayın bunu. Mən təzəlikcə kaşlokumu dəyişmişəm. İlin əvvəlində biraz mən bu büyüklük filandı bu şeylərə önəm verirəm. Gülcümdə dedi ki, qırmızı cüzdan al özü və çox səhv elədi onu. Getdim qəşəng bir dənə qırmızı cüzdan aldım. Bacı qırmızı cüzdanın içərisində mən pul tapıram. Allah haqqı düz deyirəm. Halbuki neçə ildə kaşlokum buyurdu. Bunun içərisində pul əksik olmur da qızlar. Yəni mən bu kaşloku istifadə eləyəndə bilmirəm necə olur, nə cür olur. Bunun içindən pul əksik olmur. Necə olur olsun Allah mənə ruzi göndərir. Yəni necə olur olsun. O qırmızı kaşloka girəndən, götürəndən bacı pul gəlir, o kaşloka girmir. Bax Allaha and olsun, deyəcəm, inanmayacaqsınız. Pulu cibimə atıram, pulu çantaya atıram. Amma o kaşlokun içərisində pul deməli bərəkət yoxdur da onda. Amma bu var bu 7 manatlıq var bu 7 manatlıq deyib balacan canında bilirsiniz nələri var. Bunu bir dənə alın, bunu alan bütün müştərilərim, bəlkə də bugünə qədər milyondan artıq satmışam bundan. Alan bütün müştərilərim də deyir ki, Lola xanım, bu kaşlok rozilidir, həqiqətən də elədir. Alın, görəcəksiniz ki, roziliz necə gəlir, necə. Pərvin çox gözəl olub, 10 yaş cavanlaşıb, sağ əli başıma köhlükdən əziyyət çəkirsinizsə, sağ əlin başına olmağını istəyirsinizsə, onun sağ əli mənə lazımdır qızlar. Sağ əli sizə verə bilmərəm, mənə lazımdır, amma belə o kofeni alıb içib elə Pərvin qədər cavanlaşa bilərsiniz. Arıqlamağın mənbəyi yememəkdir, o da sizi qoymur yeməyə. Bəli. Yəni %100 qoymur ha. Qızlar, o əyləncə mərkəzində olan yeri soruşmuşsunuz ki, qiyməti falan nə qədərdir. Orada belə deyim də 3 zonadır. Bir zonası orada çəkdiyimiz yerdən bu şariklər olsun falan filan sürüşkən. Digər zonası o Kərim orada gedir zıplayır. Həmən yerdir. Biri də isə çöldə. Yəni çöldə sırf atraksiyonlar olan hissədir ki, orada Kərimə biz popcorn aldıq, nə bilim Sadətgil oturdu yeməyə yedi, pambıqlar idi, Kərim oturdu orada nə bilim o vertolyota falan mindi. Onlar da ayrıdır, bəli. Onların hər biri ayrı-ayrı ödənişləndir. Karta pulu qoyursunuz, hər birinə ayrı. Orada atraksiyonların qiyməti 2-3 manatdan başlayır. 2-3 manatdır, yəni ondan bahalısı yoxdur. İçəriyə giriş, əgər 1 saatlıq girirsə uşaq 7 manatdır, limitsizdirsə 12 manatdır, amma digər tərəfə keçirsə, orada əlavə yenə 7 manatdır, limitsiz istəsəz 12 manatdır. İçində ayrı-ayrı ödənişlər olur da. Bəli, ayrı-ayrı ödənişlərdir. Orada həftə sonu yox, həftə içi günü. Həftə sonu çox qarışıq. Burada yazırsınız ki, canlıya mənə də qoşun. Onu bilmirəm, necə qoşurlar. Bacarsan qoşaram, otur söhbət eləyək. Yəni məndən nə gedir ki, mən o şeyə, yəni açığam da o şeyə. Qoşaram sizi, hər dəfə birinizlə söhbətləşərəm, valla bir-birimizi tanıyarıq. Sadəcə bacarmıram, yəni başım çıxmır. Onu da öyrənəcəyim. Sizdən bir şey xahiş edin, video çəkə-çəkə Saadətə zəng eləyin. Bir dəfə onu eləyərəm qızlar, video çəkə-çəkə Saadətə zəng eləyərəm, amma Saadət hazırda çətin bir dönəmdən keçir və yəni hal-hazırda mən Saadətlə gündə yazışırıq, danışırıq, yəni görüşürük də, hər gün bir-birimizi görürük də, çətin dönəmdən keçir. Hal-hazırda Saadət o hayda deyil, video halda da deyil, vlog hayında da deyil. Yəni o deyil də, yəni ona görə biraz anlayışlı olmaq lazımdır. Sizin neçə uşağınız var? Mənim 2 dənə uşağım var qızlar. Bir dənə qızım var, bir dənə də oğlum var. Qardaşınız varmı? Var. Bir dənə də qardaşım var. Qardaşım məndən böyükdür.
YouTube'da sizə kim dəstək olubdu? Bu YouTube'un çəkilməyində mənə dəstək olan Saadətli qız var. Saadət üstümdə durdu. Dirəşdi ki, məndən gəl çək, vlog çək. Başda hətta mən ərindim. Dedim ki, yox, mənim işim var, işimlə bağlı alınmayacaq, çatdırmayacağam. O da İstanbulda əl çəkmədi də. Yandı üstümdəki, yox, gətir, mən başlayacağam. Ardı gələcək. Yəni Saadətli. Saadət eləməsə çəkməyəcəkdim. Mənim qızlar 30 yaşım olacaq bu il. İyunun 5-i 30 yaşım olacaq. Hal-hazırda 29-dur. Amma 30 olacaq. Bürcümü soruşmusunuz. Bürcümdə əkizlər bürcüdür. Qorxmuyum. Qorxmayın. Allah haqq əkizlərə bu oxşayır. Mən oxşamıram. Xarakterim əkizlər bürcünün xarakteri də. Sözüm Leyla xanımın səhifəsini görüb öz səhifəsinin adına Lula qoyan xanımadır. İzləyicilərini TikTokda da burada da güdüb takip atırsan. Gəl Leylasan. Əvvəla səhifənə çox az paylaşım var. İkincisi heç kim sənə malın 50%'ni tanımadığın adama atıp sənin malı gətirəcəyi, gözləyəcək deyilsən, başımıza ağır qoyun. Allah heç kimə rüsün, heç kimə vermir. Kimdir ki can o dediyiniz? Kimdir ki o səhifəsinin adını Lola qoyan? Yazın mənə, onu məhkəməyə verin. Salam əleyküm. Lolada qüsur tutan adam təcili həkimə müraciət etsin. Bu insan söymür, çılpaq gəzmir, təkəbbürlü deyir, qanacaqlı, mərfətli. Çox sağ olun əzizim. Kimdir bunu yazan? Emilia Allah verdi Yeva. Və Saadət xanıma qaldıqda adam dostluq etdiyi adamı satmamalıdır, xəbərçilik etməməlidir. Allah haqq sizə qatılıram. Axır ki bir nəfər sözün düzünü dedi. Mən bilən insanlar satılmaq üçün deyil, düzdür. Məhsul satış üçündür. Ağa qara demək olmaz. Əgər gələcəkdə qəbahət olarsa, təbii ki qınanar, gözdən düşər. Səviyyəli yox, səviyyəsiz kütləsi olar, düzdür. Neçə nəfər tapmaq olar ki, məhsulu soyuducuda saxlasın, halallıqla işləsin, heç kimə xainlığını çəkmək olmaz. Heç kim bilmir ki, sabah başına nə gələcək. Onu bilin, xainlik sağlam xəstəlik deyil. Oy qızlar, o xainlik söhbəti var, o yazan çox gözəl, vurğulayıb, xanıma cavabda yazım. O xainlik söhbəti var, o həqiqətən də sağlam bir xəstəlik deyil. Xanım onu çox gözəl vurğulayıbdı. Yəni günümüzdə də ki, o global bir şeydir də, neynəmək olar ki? Tanımadığım insanlar belə, tanımıram ha, heç bir şəxsi yaxından uzaqdan tanışdığım yoxdur. Tanımadığım insanlar belə düşmənçilik eləyir bəzən bizə. Darıxmışıq axı. Saadət üçün deyirsinizsə az qalıb, səbr eləyin qızlar. Saadət yazmışsınız, niyə 5 gündür video çəkmir qızlar? Hal-hazırda o halda deyil valla. Çəkmədiyin özü daxil. Yəni səhhətlə bağlı problem var da qızlar. Qısaca mən daha sizə bunu deyirəm. Ayrı nəsə deyə bilmərəm, özü deyəcək. Yəni səhhəti ilə bağlı problemləri var. Allah hər kəsin köməyində olsun. Bir insan üstünə getmək məncə düzgün deyil. Dua edin. Çoxsa reyting yığır yazır, amma fikirləşmirlər ki, insan öz problemi üçün reyting yığır. Qızlar, bu reyting söhbətinə də bir dənə açıqlama gətirin. Valla Saadətin reytinqə ehtiyacı yoxdur. Saadət maşallah olsun. Rəfiqəm deyə demirəm. Yetərincə tanınır. TikTokda da, Instagramda da özünə bəlli bir kütləsi var. YouTube'da da özünə xas bir kütləsi var. Yetəri qədər sevilir. Yəni reytinqə onun ehtiyacı yoxdur. Onsuz da reytinqdə olan bir insandır. Onsuz da sevilən bir insandır. Kəşfiyyat onu tanıyır. YouTube onu tanıyır. Bu yaxınlarda yazıq buton aldı. Elə göz nəfs yıxdı valla hamının evini. Bu yaxınlarda 100K'nın butonunu belə aldı. Yəni YouTube belə Saadəti tanıdığını təsdiqlədi. TikTokda milyonlarla insan ona baxır. Instagramı 1 milyondur. Yəni onun reytinqə ehtiyacı yoxdur. Salam, şampuna firmasının adı Doktor Arabi Honey Ginger'dir. Zəhmət olmasa adını yaza bilərsiniz. Doktor Arabi'nin bəli. Kosmetika masası vlogunu çəkəcəm 100%. Hər gün vlog atın, çalışacağım. Pərvin sənin bacındır, 100% şübhəviz olmaz. Pərvin sizin nəyinizdə? Ay Pərvin. Çıx millətə açıqlama ver. Gələn dəfə plakatla otuzduracam. Bəlkə bacı. Şəxsə təsdiqəsi. Bacı. Promoy bacı. Birbaşa bacı, düzünə bacı. Bir nəfər yazır ki, heyfli sizin ünvanınız uzaqdır, yoxsa alış-veriş eləyərdim. Bütün rayonlara qızlar bir mesaj qədər, yəni yaxınıq. Yazın, göndərək. Problem yoxdur. Göndərdiyimiz gündən 2-3 gün sizə olur. Hələ bəzən də tez olur. İlk dəfə sizi izləyirəm, bayıldım mədəniyyətinizə, danışıq qabiliyyətinizə. İlk dəfə izləyənləri də bu vlogda da kim izləyirsə ilk dəfə izləyənləri öpürəm, bağrıma basıram, kanalımıza xoş gəlmisiniz. İnşallah sizi məmnun eləyərik. İnşallah daimi sevilərik sizlər tərəfindən. Heç kimə fikir verin, olsun, mən kiməsə fikir verən biri deyiləm. Çox relaxsa, maalesef. Hardaydı gündə? Mədəni xanımsan, çox sağ olun, çox sağ olun canım. Saadət şəxsi həyatını sosial mediada yansıtmaq istəmişsə video paylaşmasın. Saadət axı sosialda olan biridir, necə paylaşmasın? Onsuz paylaşmasa da başlayacaqsınız da nə oldu, niyə vlog gəlmədi, niyə video atmadın, haralardasın. O da yazıq bir kəlmə, qısa bir paylaşım eləyib ki, səbirli olun, mən yaxşı deyiləm. Yəni problemlərim var, inşallah problemlər yoluna girsin. Mən özüm geri dönüş eləyəcəyim. Yəni burada pis bir şey yoxdur. Onun izləyicinin sevdiyi izləyicilər üçün eləyib də, olan narahat olmasın deyə. Bəli. Bir dəfə yoxa çıxasan insan lap belə. Bu deməkdir ki,
Sizə olan sevgisi İnsanlar heç nəyinə qane olmur. Bəli. Paylaşması ayrı söz deyəcəksiniz, paylaşacaq ayrı söz deyəcəksiniz. Bax, indi hal-hazırda yoxdur. Çıxıb ama açıqlama da verəndə yenə başqa söz deyəcəksiniz də. Mən bilirəm, artıq deməyə başlamısınız. Reyting sözünü artıq yazmağa başlamısınız. Amma halbuki burada da mənə az qala qədər insanlar var ki, fake hesabla mənə qarğış töküb, atıblar məni bloka. Nəyə görə töküblər? Bəli, özü nəyə görə Sənə aid töküblər? olmayan bir şey. Mənə aid olmayan bir mövzuya görə. Amma Saadət də çıxıb yazıq açıqlama paylaşanda o açıqlamaya görə qarğış töküb mənə atırsınız da bloka, düzdür? Saadətin telefonu susmur, Instagram susmur, rəyləri susmur. Açıqlama da hələ verməyib, yazdığın öncə şərləri yıxırsınız boynuna. Sual-cavab videosu gəlsin deyənlər gəldi. Növbəti sual-cavab videosunu inşallah bir short sataram, altına suallar yazarsınız, elə cavablayaram. Səsiniz tanış gəlir. Sizin yemək kanalınız olub. Əvvəl videoların başlanğıcında da məni izləyən hər kəsə Allahın salamı olsun deyirsiniz. O xanımsız yox. Mənim yemək səhifim olmayıb qızlar. Səsim mənim yəni sosial tərəfindən tanınır ola bilər ki, tanış gələ bilər. Amma yemək səhifim olmayıbdır. Neyse kızlar. Hələlik bu qədər. Video çox uzun oldu. İndi burada iki xanım var ki, onların adını da açıqlayayım. Onların adını açıqlayacağım. O iki xanımı qalib seçirəm. Yazın mənə WhatsAppda hədiyyənizi göndərim. Yəni bu son deyil də. O saat o birisi xanımlar pis olmasın ki, biz qalib seçilmədik. Burada mən baxıram. Şortun altına çox yazıb ki, hardadır məndə o bəxt? Niyə elə deyirsiniz qızlar? Mən hər ay elə bir aktivlik keçirdəcəm və hər ayda iki izləyicimə təbii ki, eyni insanlar olmayacaq da bu. Məsələn, bu adı seçdim 2, gələn dəfə də 2 fərqli adı seçəcəm. Hər dəfə 2 adlar seçəcəm. Çalışacaq hamısını etsin. Hə, çalışacağım ki, yəni hər kəsə hədiyyə getsin. Bütün burada bizi izləyən hər bir xanım hədiyyəsiz qalmayacaq, onu indidən deyirəm. Arada Bakıda yaşayan xanımlar üçün qəşəng görüşlər də keçirdərik. O görüşlərə də hədiyyələr apararıq. Baxın, biri bu xanımdır, yazar mənə. Belə deyim, kanal açılandan bu yana bu xanım aktivdir. Leyla Kərimova L 7L. Ad olaraq da USL 123L yazıb. Baxın, bu kimdirsə, xanım kimdirsə yazsın mənə, qalibdir. Yazsın, hədiyyəsini götürsün. Leyla Kərimova. WhatsApp nömrəmə yazın. Kanalınızı skrin eləyin, mənə atın, bilim ki, sizin kanaldır. Baxın, mənim kanalım belədir. Burada mən, məsələn, akkauntumu falan dəyişə bilirəm. O formada siz də mənə skrin eləyin, atın, başlıqda öz adınız düşsün. Mən bilim ki, o sizsiz. Yəni, elə verəcəyəm də. Yəni, yoxsa götürüb hər kəs deyəcək ki, mən falan kəsəm. O da elə olmur. Bir dənə də xanım seçmişəm. Gözlüyün adını tapın. Baxın, bu xanım kanal açılandan bu yana aktivliyi 1 dəqiqə belə dayanmayıbdı. Zeynoş. Zeynəb 7019. Baxın, bu xanım. Kanalınızı skrin eləyin, atın mənə. İnşallah ki, WhatsApp'a atın. Hədiyyəmizi göndərim. Hədiyyələr də qızlar fərqi yoxdur. Bakıdasınızsa gəlib özümdən götürəcəksiniz. Əgər rayonsa da poçdan özüm göndərəcəm. Heç bir problem yoxdur. Belə qızlar, bugünkü vlogumuz bu qədər. Sizləri çox sevirik. Yaxşı ki, varsınız. İnşallah gələn dəfə kimlər ki qalib olmaq istəyir, o xanımlar da qalib olar. Kimlərin ki adını belə deyim də yorumlarda falan çox görürəm, aktiv görürəm. Çalışacağım ki, həmən xanımların haqqını yeməyim. Həmən xanımlardan seçim qalibi. Öpürəm sizi, var olun. İnşallah növbəti vlogda görüşənədək. Hələlik.